OMON-çular Azərbaycanlılara divan tutdu. Rusiyanın Bakıya qarşı sərflərinin ardı arası kəsilmir. Yekaterinburqda Azərbaycanlılara qarşı heç bir səbəb olmadan əməliyyat keçirilməsi, 2 nəfərin öldürülüb bir çoxunun saxlanılması və işgəncələrə məruz qalması şok bir xəbər kimi yayıldı. Bu hadisə Azərbaycan cəmiyyətində haqlı qəzəblə qarşılandı. Ukrayna bataqlığında çabalamaq, dünyanın yarısından çoxuyla düşmən olmaq, saysız hesabsız sanksiyalarla üz-üzə qalmaq Rusiyanın daxilində güc strukturlarının qeyri-adekvat addımlar atmasına səbəb olur. 1945-ci ildə faşist Almaniyasının kapitulyasiyası üçün Berlinin Sovet qoşunları tərəfindən tutulmasını əldə bayraq eləyən Rusiya cəmiyyəti son illərdə əsası olmayan lazım olsa təkrar eləyərik şüarını aktuallaşdırıb. Amma 2022-ci ildə Ukraynaya hücumdan sonra lazım olsa təkrar eləmək istəyən qəhrəmanlar dezertirlərə çevrildilər. Ukrayna müqavimət təşkil edərək işğalçılara qarşı effektiv mübarizə aparır. Rusiya cəmiyyəti müharibəyə yalnız müqavilə əsasında vuruşmaq istəyənlərin cəlb olunmasını tələb elədi. Rusiyada qismən səfərbərlik elanını isə daha çox bu dövlətlə quru sərhədləri açıq olan ölkələr hiss elədilər. 2008-ci ildə Gürcüstanın sərhədini tanklarla keçənlər 2022-23-cü illərdə öz avtomobilləri ilə həmin sərhəddə dayanıb sığınacaq üçün yalvardılar. 150 milyona yaxın əhalisi olan ölkə 50 milyonluq Ukrayna ilə müharibə üçün insan resurslarında qıtlıq hiss eləməyə başladı və müharibəyə məhkumları cəlb elədi. Wagner və Yevgeni Prigojinin üsyanından sonra isə Rusiya məmurları bu praktikadan əl çəkib üst tutular ölkəyə gələn miqrantlara. Vətəndaşlığın alınmasını maksimum çətinləşdirən ölkədə miqrantlara müharibədə iştirak müqabilində asanlaşdırılmış vətəndaşlıq prosedurları söz verdilər. Heç kimə sir deyil ki, hazırda böyük Rusiya ideologiyası uğrunda həlak olan 10 minlərlə insan Orta Asiya Respublikaları, Şimali Koreya vətəndaşlarıdır. Lazım olsa təkrar eləyərik deyənlərsə rahatça divanlarında oturub Romanovlar Rusiyasının sərhədlərinin bərpasından dəm vururlar. Miqrantların ikinci dərəcəli insanlar olduğu barədə sosial şəbəkə hesablarında fikirlər paylaşırlar. Velika Rus şovinizminin tezislərini təkrar edirlər. Ən acınacaqlısı isə bu təfəkkürün ayrı-ayrı vətəndaşlar arasında deyil, hakimiyyət strukturlarından, yüksək vəzifə sahiblərindən qaynaqlanmasıdır. Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrekin mayın 20-sində Peterburqda Beynəlxalq Hüquq Forumunda çıxış edərək bildirib ki, hüquq mühafizə orqanları Ukrayna ilə müharibəyə Rusiya pasportu almış 20 min miqrantı tutub aparıblar. Biz Daxili İşlər Nazirliyi və Rosqvardiya ilə mütəmadi reydlər keçiririk. Nə üçünsə Özbəkistan, Tacikistan, Qırğızistanda yaşamağı xoşlamayan 20 min gənc artıq ön cəbhədədir deyə Bastrekin deyib. Bu təkcə müharibəyə məcburi aparılanların statistikasıdır. Bunun üzərinə aldadılıb, şantaj edilib və digər məcburi üsullarla müharibəyə aparılan 10 minlərlə miqrantı da gəlsək, statistikanın daha dəhşətli olduğunu görərik. Elə Yekaterinburqda baş verən hadisələrin də bu kontekstdə cərəyan eləməsi artıq şübhə doğurmuş. Belə anlaşılır ki, Rusiya pasportu alan qeyri-Rus millətin nümayəndələri ya cəbhənin ön xəttinə gedib ölümlə üzləşməli, ya da törətmədiyi cinayətdə təqsirli bilinib ömrünün çox hissəsini zindanda keçirməlidir. Keçmiş SSR-nin dünyada tutduğu mövqeyə sahib olmaq istəyən, amma bu yerin ona verilmədiyini görən Rusiya qisasını qonşu dövlətlərdən almaqla özünün natamamlıq kompleksini kompensasiya eləmək istəyir. Azala məxsus təyyarənin Grozny üzərində vurulmasına görə Rusiya tərəfinin hələ də üzr istəməməsi bu ehtimalı təsdiqləyir. Burada məsələ təkcə Rusiyanın maddi kompensasiyasında deyil. Görünən budur ki, oradakı bəzi başlar ümumiyyətlə Rusiyanın üzr istəməsini aşağılanmaq kimi qəbul edirlər. Azərbaycanın bu məsələdə israrla öz haqlı mövqeyini qoruması isə qarşı tərəfdən qeyri-adekvat, qanuna zidd addımların atılmasına gətirdi. Həştərxana dəvət olunan Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, Azərbaycanın böyük media holdingi Qlobal Media Qrupa daxil olan informasiya resurslarına haker hücumunun məhz Rusiyaya bağlı qrup tərəfindən təşkil edilməsi buna sübutdur. Və bütün bunların fonunda indi də Rusiyada Azərbaycanlılara qarşı güc strukturlarının cinayət tərkibli hərəkətləri kimlərinsə artıq sərhədləri keçdiyini göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi artıq hadisəyə reaksiya verib və məsələnin ciddi araşdırılmasını tələb edib. İyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Valakovux Xarici İşlər Nazirliyinə çağırılaraq ona həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən 2 Azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, 9 nəfərin həbs edildiyi reydlərlə bağlı kəskin etiraz bildirilib. Həmçinin məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə
gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb. Ola bilər ki, Rusiya tərəfi bu hadisəyə də təyyarə ilə bağlı reaksiyaya bənzər münasibət bildirsin, yəni sussun. Amma Azərbaycan tərəfinin susmayacağı şübhə doğurmur.